Ölkə ərazisində də hava şəraiti ötən gecədən olduqca soyuyub, hazırda da küləklidir. Paytaxtda və bölgələrdə hava yağıntılı olub. Düşən yağıntının miqdarı Xaçmaz və Qubada 3, Şabran, Bakıda və Abşeron yarımadasında 2, Qusarda 1 millimetrdir. Bəs yağıntılı və küləkli hava şəraiti nə vaxta qədər davam edəcək? Bu barədə birbaşa bağlantıda olan əməkdaşımız Şamilə qızı bizə məlumat verəcək. Şamilə, buyurun, söz sizdədir, eşidirik sizi. Hava şəraiti özünü qeyri-sabit şəkildə göstərməyə davam edir. Bugün də bir qədər yağışlıdır. Bəs qarşıdakı günlərdə hansı hava şəraiti gözlənilir? Bu barədə daha ətraflı məlumatı Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Leyla Mədətova məlumat verəcək. Buyurun Leyla xanım. Salam, hər vaxtınız xeyir. Bakıda və Abşeron yarımadasında dekabrın 25-i və 26-sında gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi artıq gecə saatlarından mülayimləşəcəyi, dekabrın 26-sında isə mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 6-9 dərəcə isti təşkil edəcək. Bölgələrdə də hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. Ayrı-ayrı bölgələrdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Dekabrın 26-sı axşam saatlarından yağıntılar tədricən kəsiləcək, 27-sində əksər bölgələrdə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Bölgələrdə də qərb küləyinin bəzi yerlərdə arabir güclənəcəyi proqnozlaşdırılır. Havanın maksimal temperaturu mərkəzi Aran rayonlarında 5-9 dərəcə, dağlıq ərazilərdə isə 0-5 dərəcə isti olacaq. Və onu da qeyd edim ki, gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı da ehtimal olunur. Təşəkkürlər. Bizim çatdıracaqlarımız bundan ibarət idi. Buyurun, söz yenidən sizdədir. Təşəkkür edirik Şamilə sizə ətraflı məlumatlara görə.